İnsanlardan kimisi bədbəxt olacaq, kimisi xoşbəxt olacaq. Bədbəxt kimlər olacaq? Allahı inkar edən, əmrlərinə boyun əyməyən, Allahın buyurduqlarına laqeyd yanaşan, Allahın əmrlərinə qarşı ehtiram göstərməyənlər, eyni zamanda Allahın qadağan etdiklərinə qarşı inkar edən, əlbəttə ki, onlar bədbəxtlərdir. Ona görə insan fikirləşməlidir ki, Allah Taala ondan mütləq ona verdiyi ömrü soruşacaq. Yoxsa insan elə hesab edir ki, başlı başına buraxılacaq. Necə gəldi elə? Əsla. Mütləq insan ona verilən ömrün hesabını verəcək. Mütləq insan diriləcəkdir. Mütləq bu Allahın vədidir. Allahın vədi haqqdır. İnsan öldükdən sonra Allah onu dirildəcək. O Allah buna qadirdir. Biz buna iman gətirmişik. Yəqinliklə, qətiyyətlə. İnsanı yoxdan var edən Allah məyər insan öldükdən sonra onu diriltməyə qadir deyilmi? Əlbəttə ki, qadirdir. İnsan əgər inanırsa, ağıl sahibi, aqil insan, şuur sahibi ki, insan dünyada yox idi. Allah onu xəlq elədi, yaratdı. Yaradılışını qeyd edir Allah, necə yaranmasını. Yox olduğu halda Allah onu yaradır. Məyər Allah buna qadir olan bir halda, insan buna iman gətirdiyi halda, inandığı halda və bu inancının üzərində iddialı olduğu halda, necə insan deyə bilər ki, öldükdən sonra mümkün deyil diriliş? Əgər sən o Allahın yaratmasına inanırsansa, deməli həmin Allah öldükdən sonra insanı dirildəcək. Bu mütləqdir, bu baş verəcək. Allahın vədi haqqdır.